Salam uşaqlar, hər vaxtınız xeyir olsun. Kəsirlərin müqayisəsi və ədədin hissəsinin və hissəsinə görə ədədin tapılması mövzusunun izahını verəcəm. Deməli deyir ki, bu ədədlərini müqayisə edin. Birinci sualdan başlayırıq. Müqayisə apararkən baxırıq ki, baxın, dövrdə ki, necə yazılırdı? Deyirdi ki, dövrdəki rəqəmlərin sayı qədər məxrəcə 9 yazılır. 9-da 4, 9-da 6. Baxırsınız ki, A ilə B ədədləri bir-birlərinə bərabərdir. Yəni A bərabərdir B. Təbii ki, bu da kiçik olacaq C-dən. Çünki biz bilirik ki, məxrəcləri bərabər olan kəsirlərdən sürəti kiçik olan kiçik olur, böyük olan böyük olur. 2 nömrəli tapşırığı özünüz yazarsınız, özünüz üçün. Sonra keçək 3 nömrəli tapşırığa. İndi 3 nömrəli tapşırığın sizə 2 yolun başa salacağım. Hansı sizə rahatsa o formada yazarsınız. Baxın, məsəl üçün birinci yolu nədir? Birinci, bu görürsünüz ki, düzgün olmayan kəsirdir. Gəlin bunları qarışıq ədədə çevirək. Gələcək 1,1. Görürsünüz. B'miz də olacaq 1,100'də 1. C'miz də olacaq 1,1000'də 1. Bura qədər aydındır. İndi tam hissələri hər birində eyni bir ədəd olduğu üçün sadəcə kəsr hissələri müqayisə aparacağıq. Birində 10'da 1, 100'də 1, 1000'də 1'dir. Biz demişik ki, sürəti bərabər olan kəsirlərdən məxrəci kiçik olan böyük olur, böyük olan kiçik olur. Deməli, burada ən böyük A'dır, sonra B'dir, sonra C'dir. Yəni, belə də müqayisə apara bilərsiniz. Və yaxud da ki, qarışıq ədədə çevirmədən necə müqayisə aparacaqsınız, onu mən sizə deyim. Baxırsınız ki, sürətlə məxrəc arasında, baxın, 11'dən 10 çıxanda 1, 101'dən 100 çıxanda 1, 1001'dən 1000 çıxanda 1. Əgər fərq 1'ə bərabərdirsə, uşaqlar, düzgün olmayanlarda bu səfər də yenə kiçik olan böyük olur, böyük olan kiçik olur. Bunu unutmayın heç vaxt. Amma düzgün kəsirlərdə isə, məsələn, belə olsaydı, tutaq ki, 95'də 94, 87'də 86, məsələn, lap olsun, 86'da 85. Yenə aralarındakı fərqi birdir, görürsünüz. Ancaq düzgün kəsirlərdə isə 95 əgər 87'dən böyükdürsə, onda bu ondan daha böyük olacaq. Amma düzgün olmayanlarda isə tərsinə olacaq. Kiçiklər böyük olur, böyükləri kiçik olacaq. Bunu unutmayın, yaxşımı? 4 nömrəli tapşırığa da baxırsınız ki, bax biz demişik ki, əgər bunlar neçə dəfə təkrarlanırsa 25-25 gedir, görürsünüz. Deməli elə bu eyni zamanda 25'də 17'yə bərabərdir. Aydın oldu mu? Bu nə deməkdir? %68. Bunu da 4'ə ixtisar aparıb özünüz düzgün müqayisəni apararsınız. Ədədlərdən hansı bu şərti ödəyir deyir uşaqlar. Birincisi, nə etmək lazımdır? Baxırsınız ki, burada məxrəc 5, 15 və 6'dır. Deməli, elə bir ədəd qoymalıyam ki, məxrəcə həm 5'ə, həm 6'ya, həm 15'ə bölünsün. Yəni, ortaq bir məxrəcə gətirməliyəm hər üçünü. 5, 6, 15 və mən bilirəm ki, yəni siz də hesablayıb tapın. Məsələn, baxın, 5, 5'ə tam bölündüyünə görə, elə 5 ilə 15'in əkobu 15 elədiyi üçün biz avtomatik 6 ilə 15'in əkobunu tapacağıq. Bu da eləyəcək necə? 90. Düzdür. Deməli, hər birini 90'a gətirəcəyik. Əgər düz hesabladımsa 90 nə idi? 30. Üzr istəyirəm. 30. Hər birini 30'a gətirəcəyik. Bunun tamamlayıcısı 6, bununki 2, bununki isə olacaq 5. Все qutardı getdi. Hamısını 30'a gətirəyin. 5'ə vurmaq üçün, yəni bunun tamamlayıcısı 5'dir. Eləcək 30'da 35. Bunun da tamamlayıcısı bilir ki 5'dir. Bu edəcək 30'da 5, tamamlayıcısı 5. 30'da 55, tamamlayıcısı 5, 30'da 25, tamamlayıcısı 5, yox, estağfurullah, burada 2'dir, 30 yenə 2'yə bölündüyü üçün tamamlayıcısı 15, eləyəcək 30'da 15. İndi burada verəcək mənə 30'da 4 dəfə 6, 24, kiçikdir 2, o da kiçikdir 30'da 13, 2'yə vuranda eləyəcək 26. İndi baxırsınız ki, 24 ilə 26 arasında hansı ədəd yerləşir? 25 yerləşir də 30'da 25. Baxırsınız, görürsünüz D variantı 30'da 25 bura uyğundur. Nömrə 6'da o formada özünüz yazarsınız, qeyd edərsiniz. Nömrə 7'yə keçirik. Ədədlərdən ən böyüyü ilə ən kiçiyinin fərqini tapın. Ortaq məxrəcə gətirirsiniz. 5, 3, 4. Sonra bunlardan ən böyüyünü tapırsınız. Yəni 5'in, 3'ün, 4'ün hər ikisinin bölündüyü ədəd olacaq necə? 4 vur 5, 20 vur 3, 60. 60'dır uşaqlar. Bunun tamamlayıcısı 12, bununki 20, 15, 15 və 30. Yəni sırasıyla yazsam 60'da 15, 60'da 20, 60'da 15, 60'da 45, 60'da
30. İndi ən böyüyü dediyi üçün ən böyük olacaq 60-da 45, ən kiçiyi də olacaq 60-da 15. Heç nə. 60-da 45 ilə 60-da 15-in fərqini özünüz tapıb qəşəng-qəşəng nə edəcəksiniz? Hesablayacaqsınız. Aydın oldu bu sizə. Nömrə 8-ə baxırsınız. A-nın 4-də 3-ünün, B-nin 6-da 5-inə və C-nin 2-də 1-inə bərabər olduğunu bilərək A, B, C ədədlərini deyir bizim üçün. Müqayisə edin uşaqlar. Bu nə deməkdir? Yəni deyir ki, 4-də 3 A bərabərdir 6-da 5 B-yə. Eyni zamanda yəni 4-də 3 A bərabərdir 2-də 1 C-yə. Bax, bizə belə bir şey deyir. İndi çalım-çarpaz vıraq istəyirsinizsə, alaram ki, mən çalım-çarpaz vursam 20, baxın, belə vururam da, görürsünüz. Ya da çalım-çarpaz vuranda uşaqlar bəzən səhv eləyirlər. AB qalır da orada. Gəlin belə eləyəyin, kəsirdən qurtulaq da, qurtulaq. 4 ilə 6-ın əköbü 12-dir, düzdürmü? Buranı da 12-yə vuraq, buranı da 12-yə vuraq. 4 ilə 12 gedir 3, 9A bərabərdir, 6 ilə 12 gedir 2, 10B'yə. Gördünüz nə gözəl oldu. İstəyirsiniz gəlin burada da. Baxın, məxrəclər 4 ilə 2-dir, bu tərəfi də 4-ə, bu tərəfi də 4-ə vuraq, kəsirdən qurtulaq. 3A bərabərdir 2C. Gördünüz nə gözəl. İndi baxırsınız ki, burada uşaqlar A bərabərdir. Əgər 9A 10B'yə bərabərdirsə və əmsallar bir-birindən qarşılıqlı sadədirsə, onda A olacaq 10K, B olacaq 9K. Bu hər zaman belədir. İndi buradakı yanaşmaya baxsaq, A olacaq burada yenə 3A bərabərdir 2C'dir. Görürsünüz. 3 ilə 2 bir-birinə qarşılıqlı sadədir. Onda A olacaq 2K, C olacaq 3K. İndi baxırsınız ki, burada A'mız 10K'dır, burada 2K'dır da. Yəni, əslində A'mız eyni bir ədədə bərabər olmalıdır. Söhbət eyni A'lardan gedir axı. Ona görə də buranı nə edəcəm? 5'ə vuracam ki, hər birin A'nın 10K olduğunu göstərək. Onda C olacaq 15K. İndi baxın, tapdıq ki, A'mız 10K, B'miz 9K, C'miz 15K. Düzdür? İndi deyir ki, hər üçü də müsbət ədədlərdir. Müsbət ədədlər olduğuna görə, bax, indi A'mız 10K'dır, B'miz 9K. K da müəyyən bir ədəddir də. Məsəl üçün, hamısında K eynidir, 1'dir, 2'də fərqi yoxdur. Eyni bir ədəddir. İndi hansı böyük olacaq uşaqları? Təbii ki, əmsalı böyük olan böyük olacaq da. Yəni, A böyükdür, yox, estağfurullah. C böyükdür A'dan, o da böyükdür B'dən. Yəni, A variantı. 9 da ondan da özünüz yazarsınız. Nömrə 10 əslində hesablamada. Bəzən istəyirəm ki, uşaqlar bunu özü yazsın, özü tapsın, özü görsün. Baxın, 2'də 1-dən 3'də 1 çıxanda 2 ilə 3 qarşılıqlı sadədir. Bunun tamamlayıcısı 3, bununki isə 2'dir. Yəni, alaraq ki, 6'da 3 çıxılsın 6'da 2. Bu da eləyəcək 6'da 1. Və bunun kvadratı eləyəcək 36'da 1. Bu cəbdə, bu oldu A'mız. Tamam. Yəni, bunu silək, bunu da qeyd eləyək, özümüz üçün qoyaq bir kənarda. Keçirik indi B'yə. B'də isə 2'də 1'in kvadratı eləyəcək uşaqlar 4'dən 1. 3'də 1'in kvadratı isə 9'dan 1. 4 ilə 9 qarşılıqlı sadə olduğu üçün tamamlayıcı birinci kəsirdə 9, ikinci kəsirdə 4'dür. Yəni, 36'da 9 çıxaq 36'da 4. Bu da verəcək mənə 36'da 5. Aydındır. Yəni, bu da oldu 36'da 5. Sonra geçirik C'yə. C'də də yenə necə bu səfər toplanılır. Tamamlayıcısı 3, burada 2'dir. Bu da verəcək mənə 6'da 3, üzərinə gəlsin 6'da 2. Bunun da kvadratı eləyəcək 6'da, yox 6'da 5'in də kvadratı eləyəcək 36'da 25. Bu da verdi mənə C'ni. Baxırsınız ki, A'mız budur. B'miz budur, C'miz də budur. Və müqayisə aparanda ta özünüz artma sırası ilə müqayisə aparın. Bunu da mən yazmayacağım. Sinifdəki qızların sayı bütün sinifin 5'də 1'indən çox, 4'də 1'indən az olarsa. Bax, sinifim X-dir, düzdür. Deyir, bütün sinifin 5'də 1'indən çoxdur. Həmin bu qızların sayı, ha. Sonra 4'də 1'indən az olarsa, yəni 4'də 1'dən azdır. Bura qədər aydındır sizə. İndi baxaq görək ki, deyir, sinifdə ən azı neçə dənə şagird var. Hələ sinifdəki şagird sayını tapacağıq. Bu X qız sayıdır. İndi baxırsınız ki, 5'də 1'indən çox 4'də 1'indən azdırsa, gəlin bu 5 ilə 4'ü ortaq məxrəcə gətirək.
Yəni 5 ilə 4 qarşılıqlı sadə olduğu üçün bunun tamamlayıcısı 4, bununki isə 5-dir. Bu zaman olacaq 20-də 4 kiçikdir x, bu da olacaq 20-də 5. İndi yenə baxırsınız ki, məsələn, 20-də 4 ilə 20-də 5 arasında müəyyən bir kəsir yoxdur. Yəni bir ədəd yerləşmir da. Yəni 20-də 4 ilə 20-də 5 arasında bir ədəd yerləşmir. Ona görə hər ikisini 2 dəfə artırıram məxrəcləri. Bu səfər olacaq necə? 40-da 8 kiçikdir x, o da kiçikdir 40-da 10. Deməli, mənim bu x-ım ola bilər necə uşaqlar? Yəni 40-da 8 ilə 40-da 10 arasında bir ədəd yerləşir daha. X ola bilər 40-da 9. Bu 40-da 9 deyir ki, bütün sinifində, yəni sinif 40-dır uşaqlar. 9-da ki, burada qızların sayıdır. İndi mənə deyir ki, sinifdə ən azı neçə şagird ola bilər? Uşaqlar, sinifdə ən azı 40 şagird ola bilər. 20 şagird variantı uyğun olmadı. Niyə görə olmadı? Bir daha sizə izah edirəm ki, 4 ilə, orada məsələn 20-də 4 ilə 20-də 5 arasında bir ədəd yoxdur. Buna görə aydın oldu mu? Keçirik 13 nömrəli tapşırığa. 13 nömrəli tapşırıqda deyir ki, uyğunluğu müəyyən edin. Gəlin deyək də uyğunluğu müəyyən. Deməli, rahat bir tapşırıqdır uşaqlar. Baxın, burada dövrdə 2 gəlib, burada 1 gəlib. Bunu istəyərdim ki, özünüz tapasınız, görəsiniz. Təbii ki, burada A nə olacaq? Özünüz müqayisəni rahat apara bilərsiniz. A böyükdür B-dən. Mən hər zaman demişəm ki, uşaqlar, əgər müəyyən bir ədədin həm onluq kəsiri və bir də ona bənzər dövrü verilibsə, dövrü hər zaman onluq kəsirindən böyükdür. Yəni, baxın, burada bir ədəd 1,12-dir, 1 tam dövrdə 12-dir. Dövrü hər zaman onluq kəsirindən böyükdür. Niyə? İzahını da necə verə bilərik? Burada, məsəl üçün, dövrü açsam, belə-belə təkrarlanıb gedir. Görürsünüz 12-12. Burada da 2 dənə 0. Baxın, burada 1200'dür, burada 1212'dir. Başa düşdünüz? Bax, bunu açsam 1,9'u 3 eləyəcək. Elə 1,3'də 1 eləyəcək, eyni şeyi verəcək. Aydındır. Nömrə 14'dür. Burada mən deməyəcəyim, heç ağzımı da açmayacağım. Bir zəhmət getsinlər uşaqlar müqayisə eləsinlər. Müqayisəni mən deyirəm, əgər məxrəcə gətirməkdə çətinlik çəkirsiniz də, sürətləri bərabərləşdirin. Çünki 4, 9, 1, 2 sürətdəki ədədlər daha rahatdır. Sonra məxrəcə kiçik olan böyük olur, böyük olan kiçik olur. Aydın oldu mu? Gidin özünüz onu müqayisə aparın uşaqlar. Elə çətin bir tapşırıq deyil. Və yaxud da ki, bayaqları mən nə demişdim? Baxın, 8-dən 3 çıxanda 5, 7-dən 2 çıxanda 5, 14-dən 9 çıxanda 5, fərqi 5-dirsə. Baxın, yenə eyni qayda. Görürsünüz, burada düzgün olmayandır. Bu da düzgündür. Fərqi nə olacaq? 4, 4, 4. Düzgündə nə inirdik, düzgün olmayanda nə inirdik? Mən bayaqlar buna uyğun dedim. Yenə baxın, 15-dən 4 çıxırıq, 11, 20-dən 9 çıxırıq, 11, 12-dən 1 çıxırıq, 11, 13-dən 2 çıxırıq, 11. Düzgün kəsirlərdən. Yenə də deyəcəm, əgər kəsirimiz düzgündürsə, kiçikdirsə, yəni, bax, məsələn, 12 kiçikdir, demək, 12 kiçik olduğuna görə elə ən kiçiyimiz 12-də 1 olacaq. Başa düşdünüz? Ən böyüyümüz məsəl üçün 20-də 9 olacaq. Çünki bu düzgün kəsirdir. Düzgün olmayanda isə tərsinə olacaq. Ən kiçik, ən böyük olacaq. Necə ən kiçikdir? Məxrəcindəki elə bir ki, ədədin, məsəl üçün, baxın 13-də 18 var, görürsünüz. Bu düzgün olmayanlar da bunlar. İndi burada ən böyük, ən kiçik olacaq. Yəni 18 digərlərindən ən böyük olduğuna görə burada ən kiçik 13-də 8 olacaq. Bax, o demək istəyirəm. 18. Hə, belə. Bu da belə getdi. Ədədin hissəsinin və hissəsinə görə ədədin tapılması. Ədədin hissəsini tapanda onu hissə göstərən ədədə vururduq. Belə deyək də, hissəsinə görə ədədə tapanda isə onu hissə göstərən ədədə bölürdük. Bu bizim qaydamızdır da, düzdürmü? Həmişəki qaydamızdır. İndi başlayırıq yazmağa. Ədədin 3/2 hissəsinin üzərinə, yəni hər hansı bir ədəddir x-dır. Bunun 3/2 hissəsinin üzərinə 3 əlavə etdikdə həmin ədədin özü alınır. Yəni x alınır. Qutardı, getdi. Hiçbir şey yoxdur. Yəni bunu bu tərəfə keçirtsəm, yəni x-dan 3/2 x-i keçirdib 3-ə bərabər etsəm, x tam bir ədəddir, 1-dir. Elə bir ki, diri çörəkdir. O diri çörəyin 3/2-sini kəsib yeyəndən sonra hansı hissəsi qalacaq? 3/1 hissəsi bərabərdir 3-ə, x-da tapanda 3-ü 3/1-ə bölmək, 3-ü 3-ə vurmaq deməkdir. Bu da eləyəcək 9. Всё. Sonra 2 nömrəli tapşırıqda Anar 400 səhifəsi olan kitabın 4/3 hissəsini oxudu, neçə səhifə oxunmamış qaldı. Əgər 4-dən 3 hissəsi oxunubsa uşaqlar, 4/1 hissəsi qalıb.
4'də 3 hissəsi oxunubsa, 4'də 1 hissəsi qalıb. Başa düşdünüz? Oxunmamış qalıb. Ona görə elə birbaşa 400-ün 4'də 1 hissəsini tapırsınız. Bundan da bu ixtisar gedir. Təbii ki, cavab 100'dür. Turist yolun 7'də 4 hissəsini getdikdən sonra qalan 15 kilometr yolu piyada getdi. Əgər 7'də 4'ün gedibsə, atla gedibsə, piyada hansı hissəsi qalır uşaqları? 7'dən 3'ün. Deməli siz 7'də 3 hissəsi 15 olan ədəd tapacaqsınız. Qutardı getdi. Gedin, bunu da özünüz tapın. Mən istəmirəm ki, hər bir şeyi müəllim desin, uşaq da ona baxsın, kötütsün, yazsın. Mən bu video izah çəkməkdən məqsədim odur ki, uşaqlara nəyisə öyrətməkdir və bəzi sualların sadəcə yolunu göstərməkdir. Mən işləyim, uşaqlar baxsın, kötütsün, onu istəmirəm, qəti şəkildə istəmirəm. 4 nömrəli tapşırıq da ondandır. Azərin bir qutu rəngli qələmi var idi. 3'də 1 hissəsini İlqara. Əgər mən qələmim X sayda qələmim var. Əgər 3'dən 1'ni İlqara vermişəmsə, düzdürmü? 3'də 1'i getdi. Hansı hissəsi qalacaq? 3'də 2, düzdürmü? Yəni 3'də 2 hissəsi qalıb da mənim qələmlərimin. Onun da 4'də 1 hissəsini Arifə verdim. Yəni bu 3'də 2 hissəsinin 4'də 1'ini vururam 4'də 1'ə. Bu 2 ilə bu 4 gedir. Aşağıda qalır 2, 6'da 1 qız. Deməli 6'da 1 hissəsini də verdim Arifə. Ondan sonra qutuda 24 dənə qələm qaldı. Mən qələmim 3'də 2 hissə qələm qalmışdı, düzdürmü? Onu da 6'da 1'in Arifə verdikdən sonra görün mən özümə nə qədər qalacaq? 3'də 2'dən çıxacam 6'da 1'i. Bu 3'ü 6'ya gətirmək olur, tamamlayıcısı 2. Bu da verəcək mənə 6'da 4 qız, çıxılsın 6'da 1 qız. Bu da eləyir uşaqlar, 6'dan 3 qız. İndi diqqətlə qulaq asırsınız. 6'da 3 qız qaldı, özümdə qalandı və özümdə qalan eyni zamanda nə qədərdir? 24'dür. Yəni 6'da 3 hissəsi 24 olan ədəd tapırıq. Bu da necə tapırsınız? 24'ü bölürsünüz 6'da 3'də özünüz üçün nə edirsiniz? Qeyd edib yazırsınız. Qutardı getdi. 6 da ondan da özünüz yazın. Bayaq 7 nömrəli tapşırıqdan dedik. Özünüz fikirləşin. 1 kran boş çəni 6 dəqiqə, digəri isə 9 dəqiqə doldurur. Hər 2 kran 1 dəqiqə açıq olarsa, boş çənin hansı hissəsi dolmamış qalar? Bu tipdə tapşırıqlardan, qayda kitablarından Rəvani Dövlətova doktor mühəndis, eyni zamanda Elçin müəllimin kitabında da çox gözəl şəkildə inanın nümunələr var. Ümumiyyətlə bu bir qaydadır da, iş hovuz məsələlərində necə idi? 1 böl A üzərinə gəlsin, 1 böl B bərabərdir 1 böl X. Nədir bunlar? A birinci çən və yaxud da ki fəhlənin gördüyü iş, B ikinci fəhlə və yaxud çən, X isə zamanı göstərir. İndi baxırsınız, yəni bizdən əgər zamanı istəsəydi, zamanın tapılma qaydası da X da bərabər olacaqdı, AB bölünsün A plus B. Bu düsturlarımız var. İndi gəlin yerinə qoyub hesablayaq. Birincisi 6 dəqiqəyə, yəni 1 böl 6, ikincisi isə 9 dəqiqəyə doldurur, 1 böl 9. 6 ilə 9'un əkobunu qeyd edirik. Ortaq məxrəcə necə tapırıq? Birinci əkobdan istifadə edirik. Əkob eləyir 18. 18'i 6'ya böləndə 3, 9'a böləndə 2. Tamamlayıcılarını da göstəririk. 18'də 3, üzərinə gəlsin 18'də 2. Bu da eləyəcək 18'də 5. İndi deyir ki, 18'ə 5 hissəsi dolar. Hansı hissəsi dolmamış qalar? Məndən dolmamışı istəyir, dolmuşu yox. Dolmamış da olacaq 18'də 13. Aydındır. 9 nömrəli tapşırıq eynən bundandır. İstəyirəm gedib bu özünüz düşünəsiniz. Deyir ki, 2 dənə baxın, 2 şəhərdən qarşı-qarşıya yola düşüb. Biri buradan düşüb A'dan, bir də buradan düşüb B'dən. Bu yolun birinci qatar 4 saata, ikinci qatar isə 6 saata gedir. Qatarlar hərəkətə başlayandan 1 saat sonra, 1 saat ərzində birincisi yolun 4'də 1'in gedəcək, o biri də yolun 6'dan 1'in gedəcək. Başa düşdünüz? Deyir ki, onlar arasındakı məsafə bütün yolun hansı hissəsini təşkil edir. Elə bir ki, bu 4'də 1'in bu qədər gedəcək, bu da 6'da 1'in bu qədər gedəcək. Sizdə qalan məsafəni istəyir uşaqlar. Baxın, bu hissəni istəyir. Bax, bu hissə qalan budur. Yəni, nə edəcəm uşaqlar? 4'də 1 ilə 6'da 1'i toplayacağım. Yəni, nə edirsiniz? Tamamlayıcısı burada 3, burada 2'dir. Bu eləyəcək 12'də 3, üstə gəlsin 12'də 2.
Bu eləcək 12-də 5. 12-də 5 hissəsi bunlar 1 saat ərzində gedib. Bu yolun ikisi bir yerdə. 1 saat, 1 saat. A bir saatında yəni 1 saata birinci qatar, 1 saat ərzində də yəni ikinci qatar. Toplamda bunlar ümumilikdə bütöv yolun 12-də 5 hissəsini gediblər. Sonra deyir ki, 1 saat sonra onlar arasındakı məsafə. Onlar arasındakı məsafə budur. Yəni gedilməmiş qalan məsafə. O da eləyəcək 12-də 7. Yəni belə şeylərə diqqətli fikir verin, yaxşımı? Nömrə 10 nömrəli tapşırığın izahını verim, kömək eləyim. Qruplar üzrə sənəd verən abituriyentlərin sayı diaqramına əsasən 3-cü qrupa bütün abituriyentlərin hansı hissəsinin sənəd verdiyini tapın. Çox sadə sualdır uşaqlar. Biz bilirik ki, həndəsə mövzularından çevrəmiz 360 dərəcədir. Yəni bunları mən toplayanda mənə 360 dərəcəni verməlidir. Toplayıram 160 üzərinə gəlsin 80, bu da eləyəcək 240. Deməli bunların üçünün cəmi 240-dırsa, 360-dan 240 çıxanda 120 eləyir. 3-cü qrup 120 dərəcə olacaq. İndi 120 dərəcə bütöv çevrənin hansı hissəsini təşkil edir? 360-da 120, yəni 3də 1 hissəsini təşkil edir. Nömrə 11-də ondan da öz yazarsınız. Hansı ədədin %15 hissəsi? Hansı ədədimiz bilmirəm. X-dır. Vuram 115-ə. Bərabərdir 12,5 il 12,5-in 16 hissəsinə. Yəni, buradan x-i tapma qaydası necə idi? Hatırlayaq. 12,5-i vururam 0,6-ya, bölürəm 0,15-ə. İndi gəlin birinci, baxırıq ki, sürətdə vergüldən sonra 1, 2 rəqəm burada var, 2 rəqəm də burada var. Deməli, biz məxrəclə sürəti eyni zamanda 100-ə vursaq, uşaqlar, neyniyərik? Sıfırlardan, vergüllərdən qurtularıq. 125 vuraq 6 bölünsün 15. İndi 6-nı 3-ə böləndə 2, 15-i 3-ə böləndə 5. 125-i 5-ə böləndə 25, 2-yə vuranda 50. Qələmimizi dəyişək. Aha. Aydın oldu. 13 də ondandır. Bir briqada müəyyən işi 7 saata, digəri 6 saata yerinə yetirir. Onlar birlikdə 3 saat işləsilər. İndi bayaqların 1 saat işləyirdi. Boru 1 saat açıq qaldı. İndi 3 saat. 3 saata birinci briqada işin 7-də 3-ünü görəcək. İkinci briqada isə 6 saata, yəni tamamını görürsə 3 saata 6-da 3-ünü görəcək. Qutardı getdi. Ortaq məxrəcə gətirirsiniz, toplayırsınız uşaqlar. Daha sonra nə edirsiniz? Sonra birdən çıxırsınız. Niyə görə? Birdən çıxırsınız. Çünki görülməmişi istəyir. Bu görülmüşdür. Birdən çıxırsınız, görülməmişi tapırsınız. Ambarda olan taxılın 11-də 3 hissəsini satdılar. Ambarda qalan, əgər 11-də 3-ün satıblarsa, 11-də 8-i nə olub qalan? Və qalan taxıl 64,8-dir. Yəni 11-də 8 hissəsi 64,8 olan ədəd tapırıq. 64,8-i 8-ə bölüb 11-ə vururuq. Yəni 8,1-i vuracaqsınız 11-ə. Əvvəlcə ambarda nə qədər taxıl var idi? Vurun, hesablayın, tapın da. Yəni bunu da mən eləməyəcəm ki. Bu da siz eləyin. Sonra 16 nömrəli tapşırıqda asanatdır. 13-dəki hissəsi torpağa bastırılmış dirəyin görülən hissəsinin uzunluğu. Əgər 13-dəki hissəsi torpağa bastırılıbsa, görülən hissə olacaq 13-də 11-də, yəni çöldə qalan hissəsi 13-də 11-də. Həmin 13-də 11 hissəsi 5,5 olan ədədini necəsiz tapacaqsınız. 17 nömrəli tapşırıq daha rahatdır. A ədədinin 5-dəki hissəsi 270-dir. Yəni 5-dəki hissəsi 370 olan ədəd tapacaqsınız. 270-i böləcəksiniz 5-dəkiyə. B ədədinin 10-8 hissəsi 180-dir. Yəni 180-i böləcəksiniz 10-8-ə. Sonra nə edəcəksiniz? Buradan aldığınız ədədi, buradan aldığınız ədədə böləcəksiniz. Mən hesablamaq istəmirəm qəti şəkildə. Düşünməyin ki, müəllimə özünü yormaq istəmir, ona görə hesablamır. Xeyr, ona görə deyil. Yəni istəsəm hesaplayaram. Sadəcə nədir məqsəd? Mən istəmirəm ki, uşaq baxsın hazırə nazir köçüsün dəftərinə. Yox, uşaq öyrənsin. Nəyisə öyrənsin. 18 də ondandır. Bar qrafda gün ərzində mağazada satılan meyvələrin miqdarı təsvir olunmuşdur. Satılan meyvələrin 4/1 hissəsi heyva olarsa A-nı tapın. Baxırıq ki, nədir burada? Baxaq görə nədir burada? Almamız nə qədərdir? Alma 50 kiloqram, burada qeyd edeyim, satılan. Armud da 40 kiloqram, heyva da A kiloqram satılıb, düzdürmü? İndi deyir ki, satılan meyvələrin 4/1 hissəsi hər bir haqqında deyir, hə? Hə. Satılan meyvələrin 4/1 hissəsi heyva olarsa.
Yəni nə demək istəyir uşaqlar? Yəni A-nı məsələn deyirəm, bir ədəd digər ədədin hansı hissəsini təşkil edirsə, həmin ədədi verilmiş ədədə bölmək lazımdır. Yəni heyva bütün meyvələrin 1/4 hissəsini təşkil edib də, başa düşürsüz? Yəni heyvanın çəkisimi haqqında bir məlumatım var, yoxdur. Heyva A-dır. Bütün meyvələrdə bunları toplayanda A üzərinə gəlsin 90-dır. 50 plus 40. Bu da bərabər olub neçəyə? 4-dən 1-ə. Qutardı getdi. Çalım çarpaz vurursunuz. 4A bərabərdir A plus 90-a. 3A bərabərdir 90-a. A eləyəcək 30. Deməli, heyva nə qədər imiş? 30 imiş. Qutardı getdi. 2 natural ədəddən birincinin 36'da 7 hissəsi, yəni 36'da 7 qız, ikincinin 18'də 5 hissəsinə bərabərdir. Birinci ədədin ikinci ədədə olan nisbətini tapın. Birinci nə edirsiniz? Bayaq mən neylədim? Birinci ağlıma gələn kəsildən qurtulmaqdır. Kəsildən necə qurtulacağıq? Burada məxrəc 36, burada 18. 36 18'ə bölündüyü üçün hər iki tərəfi 36'ya vurun. Onda bu gedəcək 36 ilə. Qalacaq burada 7 qız. 36 ilə 18 gedir 2. 2-ni 5'ə vuranda 12. Dedim ki, əmsallar qarşılıqlı sadədirsə, onda x olacaq 10k, y olacaq 7k. Bura qədər aydındırmı? İndi deyir ki, birinci ədədin ikinci ədədə nisbəti. Birinci ədədə x demişdim də. Yəni, x-in y-ə nisbəti 10k bölünsün 7k. Yəni, onun 7-yə nisbəti A variantı. Bitdi. 21-də eynən bundandır. 22'yə baxırıq. B ədədi A ədədinin 5/3 hissəsi. Yəni, nə deməkdir uşaqlar? B-ni A-ya böləndə 5/3 edir. Bu deyir uşaqlar. C ədədi A ədədinin 4/1 hissəsi. Yəni C-ni A-ya böləndə eləyir 4/1. Bax bizə bunu deyir ha. İndi gəlin baxağın. Bizdə əslində bunların düsturları var. Bu B çıx C, B plus C, yəni belə dolayı yolla. İstəmirəm də onu. B bərabərdir 3K, A bərabərdir 5K-ya. Buradan da C bərabərdir 1K, 1 yazmırıq, A bərabərdir 4K. İndi A'lar eyni ədədlər olmalıdır. Söhbət eyni A'lardan gedirsə. Necə olur? Birində 5, o birində 4 olur. Ona görə nə etməliyik? Ortaq bir ədədə gətirməliyik. Yəni 5 ilə 4'ün əkobu 20. Deməli, burada hər birini 4'ə vuracağım, burada hər birini 5'ə vuracağım. Onda B olacaq 12K, A oldu 20K, C də olacaq onda 5K. Bura qədər aydın oldu. İndi deyir ki, B çıx C, B plus C'nin hansı hissəsini təşkil edir? Yəni 12K çıxılsın 5K bölək 12K üzərinə gəlsin 5K. Bura qədər aydındır. Yəni 7K bölünsün 17K. Bu deyəcək K'lar gedir 17'də 7. Aydın oldu. Elə bildim ki, başqa misal izah eləyirəm. Keçirik nömrə 23-ə. Nə deyir? Birinci boru ilə boş hovuz 4 saata, ikinci ilə 6 saata dolur. Üçüncü boru ilə dolu hovuzu 12 saata boşaldır. Əgər bunlar doldurursa 4/1 üzərinə gəlsin 6/1. 12 saata boşaldırsa çıxılır 12/1. Qutardı getdi. Hər üç boru eyni vaxtda qoşulursa, qoşulur bura qədər həll eləyək. 4, 6, 12. 3'ün əkobu nə olacaq? 12. Tamamlayıcısı 3, 2, 1. Yəni 12'də 3 üzərinə gəlsin 12'də 2 çıxılsın 12'də 1. Bu da verəcək mənə 12'də 4'ü. Yəni 12'də 4 nə deməkdir? 4'ü ixtisar aparsam 3'də 1'dir. İndi baxırsınız ki, deyir ki, hər üç boru eyni vaxtda qoşularsa boş hovuzun yarısı neçə saata dolar? Boş hovuzun tamamı, əgər 3/1 hissəsi doldusa, uşaqlar tamamı olacaq 1 bölünsün 3/1 zamanı tapanda. Bu da verəcək mənə 3. Həmişə mən uşaqlara deyirəm, zamanı soruşursa, aldığınız ədədin tərsini tapın. Eləyəcək 3. 3 saata bu dolur, tam dolur. Yəni başa düşürsünüz? Amma mənə deyir ki, yarısı. Yəni hovuzun tamamı yox, yarısını istəyir məndən. Yarısını istəyirsə, 3 saatda böləcəm, 2 eləyəcək, 1/15 saata. Ta istəmirəm də bunu da özünüz tapın. Nə qədər hovuz məsələlərini dedim. Özünüz də hesablayın. Özünüz başı işlədin, görüm yaza biləcəksinizmi, bilməyəcəksinizmi?
vicdanım əl vermir. Qoy bir dənə kömək eləyim onda, hesablamasını siz eləyərsiniz. Birinci nasos boş hovuza 6 saata doldurur, ikincisi 8 saata boşaldır. Birinci nasos 4 saat, ikinci nasos 2 saat işləsə. Birinci nasos 4 saat işləsə, onda altda 4-ünü işləyəcək. İkinci nasos 2 saat işləsə, axı ikinci nasos 8 saata boşaldır, düzdürmü? Çıxacaq 8-ə 2-ni. Qutardı getdi. Dolmamışı deyirsə birdən çıxacaq. Yəni buna fikir verin. Görün hovuzlar borular neçə saat işləyir. Onu da fikir verin, yaxşımı? 26 nömrəli tapşırıqdan bayaq dedik. 27-dən də bayaq izah verdik. Gəlin nömrə 28-ə baxaq. Deyir ki, diaqramda gün ərzində mağazada satılmış meyvələr haqqında məlumat verilib. 36 kiloqram armud satıldığı məlumdursa, neçə kiloqram üzüm satılıb. İndi baxırsınız ki, 36 kiloqram armud satılıb deyir. Əgər armud da satılan meyvələrin 9'da 2 hissəsidirsə, 9'da 2 hissəsi 36 olan ədəd tapacaqsınız. Yəni 36-nı böləcəm 2-yə, vuracam 9-a. Bu da eləyəcək 18 vurulsun 9, 2, 7 yadda. Bu da 162. Deməli 162 kiloqram meyvələr satılıb, düzdürmü? Bu əgər 9'da 2 hissəsi armuddur, 162'nin, yəni 36 kiloqram armuddur. 162'ni bölərəm 9'a. Bu da eləyər 18. 18 kiloqram gavalıdır. 162'ni bölərəm 3'ə. Bu da eləyər 54. 54 kiloqram almadır. Yerdə qalanda üzüm olacaq. Yəni 54 üzərinə gəlsin 18, üzərinə gəlsin 36. Bunları toplayanda neçə eləyir? 4 dən 6, 10, 8, 1 yadda, 6, 9, 108. 108 kiloqram ümumi bunların üçünün cəmidirsə, üzümü tapmaq üçün nə edəcəm uşaqlar? Ümumi çəkidən, ümumi çəki nə qədər olmuşdu? 162-dən çıxacam 108-i. Nə eləyəcəksə o da üzümdür. Aydın oldu. Sonra nömrə 29'da görək nə deyir bizə? A və B məntəqələrindən eyni zamanda qarşı-qarşıya 2 velosipedçi yola düşdü. Onlardan hər biri bir saatda A və B arasındakı məsafənin 1/4 qədər yol gedir. Velosipedçilər neçə saatdan sonra görüşəcək? Burada nə deyir? Deyir ki, bax yenə bayaqki kimi, buradan A, buradan B. Onlar hər biri bir saatda A və B arasındakı məsafənin 1/4 gedir. Yəni bu 1/4 gedir, bu da 1/4 gedir. Başa düşürsünüz? İkisi birgə. Yolun hansı hissəsini gedəcəklər bunlar? 4'də 2'sini gedəcəklər də, düzdürmü? 2'yə də bölsəm, 2/1'in getmiş olacaqlar. İndi bunlar neçə saatdan sonra görüşəcəklər? Yəni yolun belə deyim də, yolun 2/1'in gediblər. Yəni bunu da zamana çevirsəm 2 saat edir də, düzdürmü? Bayaqlarım nə edirdik? Biri 2/1'i ya da belə izah edeyim də sizə. Yolun 2/1'in gedibsə, yolun 2/1'i qalıb. Başa düşürsünüz? Yolun 2/1'in gediblər. Yolun 2/1 hissəsi qalıb. Yəni bura gedilib, bu hissə qalıb. Bu qalan hissəni tapmaq istəyirəmsə mən nə edəcəm? Yəni 2/1 hissəsi qalıbsa, o da zamana çevirəndə biz necə deyirdik? Əslində bu düsturda 1/A plus 1/B bərabərdir 1/X hovuz məsələsi kimi. Yəni orada da x nəyə bərabər olacaq? 1'i 2/1'ə böləndə eləyəcək 2. Aydındır. 30 nömrəli tapşırıq da eynən ondandır. Sonra 31'ə baxırsınız. Dairəvi diaqramda kitab mağazasında 5 gün ərzində satılmış kitabların sayı haqqında məlumat verilib. Birinci gün 20 ədəd kitab satılıbsa, 5-ci gün satılan kitabların sayını tapın. Rahat sualdır da uşaqlar. Baxırsınız ki, ümumiyyətlə 13'də 1, 13'də 3, 1 hissə burada, 3 hissə burada, 3 hissə burada, 4 hissə burada. Cəmi eləcə 11 hissə. 11 hissəsi varsa, deməli 5-ci gündə olacaq 13'də 2 hissə, yəni 13'də 13 olsun. Birinci gün deyir 20 ədəd kitab satılıb. Yəni 13'də 4 hissəsi 20 olan ədəd tapacağıq. 20'ni böləcəm 4'ə, vuracam 13'ə. Eləyəcək 5 vur 13, yəni 65. 65 dənə kitab satılıb birinci gün. Ümumiyyətlə 5 gün ərzində. 5-ci gün hansı hissəsini satılıb soruşursa, 65'i böləcəm 13'ə, vuracam 2'yə, bu da eləyəcək 10. Yoxdur, getdi. Bu qədər sadə. 32 də ondandır. Sonra nə deyir? Sonra 33 nömrəli tapşırıqda nə deyir? Su ilə dolu çəlləkdən əvvəlcə 10 litr, sonra çəlləkdə qalan suyun su ilə dolu çəlləyimiz x-dir.
Əvvəlcə ondan 10 litr, yəni x-dan çıxıram 10-u. Sonra çələkdə qalan suyun 2/1-ni, əgər mənim çəlləyim budur, düzdürmü? Baxın, bu mənim çəlləyimdir da, ümumi bir x-dır. Qoy bunun üçün sileyim, təzdən qurum. Baxın, bu mənim çəlləyimdir, çəlləyimdir. X tutumudur. Əvvəlcə bundan 10'u götürdüm, düzdürmü? 10'u götürdümsə nə qədər qaldı burada? X minus 10. Sonra deyir ki, çələkdə qalan suyun 2/1-ni, yəni bunun da 2'dən 1'ini götürmüşəm. Yəni bu qədərini götürdüm, sonra təzədən 2/1'ini götürdüm, həmin o qalanın. Və daha 10 litr su götürdülər, yenə bir 10 litr su götürdülər. Bundan sonra çəlləyin 3/1 qədər su qaldı. Yəni qalacaq 3/1 x. Qutardı getdi uşaqlar. Bunu həll eləmək lazımdır. Yəni çıxılsın 10, çıxılsın 10, yəni x minus 20 çıxaq 2/1 vurulsun x minus 10 bərabərdir 3/1 x. Məxrəclərdə 2 və 3 varsa, kəsirli bir ifadə varsa, çalışın ki, onu kəsirdən qurtarın. Yəni ki, 2 ilə 3-ün əkobunu tapın. O da eləyir 6. Buranın da 6'ya, buranın da 6'ya, buranın da 6'ya, buranın da 6'ya. Hər bir ifadəni 6'ya vurduk. Gördünüz bir həddilə. Bu da eləyəcək 6x çıxılsın 120 çıxaq. Bununla bu gedir 3. 3x üzərinə gəlsin. Qarşıda çıxma olduğu üçün 30 bərabərdir 2x-a. 6x-dan 3x çıxanda 3x, ondan da gəlin dəyişənləri bir tərəfə, ədədlərimizi də 120 keçir bura olur müsbət, 30 da bura keçir olur mənfi. Alaram ki, x da eləyəcək 120-dən də 30 çıxanda 90. Qutardı get. Bu qədər sadə. Sonra 34 nömrəli tapşırıqda görək nə deyir? Birinci kran boş hovuzunu təklikdə 24 dəqiqəyə, ikinci kran isə təklikdə 36 dəqiqəyə doldurur. Hovuzun aşağısında olan üçüncü kran isə dolu hovuzu 72 dəqiqə boşaldır. Onda bax, əvvəl deyiləni yazaq. 24'də 1 üzərinə gəlinsin. 36'da 1. Bu da boşaltdığına göre olacaq 72'də 1. İndi 24, 36, 72. Üçünün əkobunu tapırıq, edir 72. Onda bunun tamamlayıcısı 3, bununki 2, bununki eləcək 1. Hesablayalım. 72'də 3 üzərinə gəlsin. 72'də 2 çıxılsın 72'də 1. Bu da mənə verəcək 72'də 3'ün üstündəki gəlirik 5, 5'dən 1 çıxıram, eləyir 4. 72'də 4, yəni 18'də 1. 18'də 1 hissəsini doldurursa, amma zamana deyirsə uşaqlar, olacaq burada 18, söhbət nə gedirdi? Dəqiqədən. 18 dəqiqə nə veriblər də? Hə, 18 dəqiqə neyniyər? Tam dolar. Bu tam hovuz, yəni bax buradan bura qədər bütövlükdə 18 dəqiqəyə dolar. Amma deyir ki, 4'də 3 hissəsini 2 dəqiqəyə dolar. 4'də 3 hissəsi. Yəni 18'i neyniyəcəm? Böləcəm 4'ə, vuracam 3'ə. Qutardı getdi. Yəni tam hovuzun 4'də 3 hissəsi da. Bir hissəsi, baxın, bir hissəsi, belə deyim də, bir hissəsi, əgər 18 dəqiqəyə dolursa, 4'də 3 hissəsi hansı zamanı dolar? X. Ona görə elə birbaşa 18'ə vuracam 4'də 3'ə. O da neçə eləyir? 2'yə böləndə 9, 2, 27'yi də 2'yə böləndə, o da neçə eləyir? 13, onda 5. Belə. Aydın oldu. İnşallah ki, mənim bu izahıma baxarsınız. Sizlər üçün, belə deyim də, kömək olar. Sizlər üçün keyfiyyətli olar. Yaxşı uşaqlar. Çox sağ olun. İzlədiyiniz üçün təşəkkür edirəm.